Ölkədə ciddi islahatların aparılacağı ilə bağlı məlumatlar var. Artıq ciddi, radikal islahatların aparılması üçün maneələr də yoxdur. Bilirsiniz, uzun müddət Ramiz Mehdiyev maneəsi vardı, 5-ci kolonun dirənişi vardı, imkan vermirdilər. Bu islahatlar aparılsın, istedadlı, gənc kadrlar parlasın, bu ölkənin gələcəyi üçün, inkişaf üçün çalışsın. İndi artıq o maneələr də yavaş-yavaş aradan qalxır və müəyyən faktlar açıqlanır və biz görürük ki, uzun illər bizim qərb təbliğatçıları, sən demə, Moskvadan maliyyələşirmiş, Moskvadan təlimat alırmış, biz dəfələrlə bu barədə danışmışıq. Müxalifət cəbhəsində nə baş verir Azər bəy? Əli Kərimlinin dəstəsi nə fikirləşir? Bilirsiniz, mənim diqqətimi nə çəkir? Sosial mediada qabağıma belə bir hesab çıxıb TikTokda, deməli, onu sizə də göndərərəm verilişdən sonra. Deməli, uzun illər öncə bizim bu mitinglər olurdu, etiraz aksiyaları filan. Onların videolarını paylaşırlar bu da yəni intensiv şəkildə. Güya ki, indi baş verir. Xalq küçələrə çıxdı. Xalq rejimi devirəcək. Xalq rejimə qarşı. Nə bilim də, belə sərt o hissələri olan... Provokasiyadır da. Əməlli başlı. Mən düşünürəm ki, o cür hesabları idarə edənləri bizim xüsusən də Dövlət Təhlükəsizliyi Xidməti zərərsizləşdirməlidir. Olmayan şeyləri yalandan ortaya atıb da, bu da güya Əli Kərimli saxlanılıb deyə xalq 10 minlərlə, 100 minlərlə insan güya küçələrə çıxıb. Nəsə biz görmürük onu. Heç 10 minlər yox, 10 nəfəri hələ görməmişik. Doğrudan biabırçılıq deyil. Həqiqətən biabırçılıq. Sən özü uzun illər ana müxalifət adlandıran, xalqın bunun ətrafında olduğunu bəyan edən şəxsi müdafiə edən adam yoxdur. Misal çəkim də. Müdafiə yeri də yoxdur ona görə. Heydər Əliyev Naxçıvandan Bakıya qaydanda, deməli, gəldi, o Surət Hüseynovun əməllərdə xatırlayırsınız ki, o çevriliş cəhəti filan, Heydər Əliyev gəldi, onu oturtdu yerinə. Təsəvvür edin ki, Naxçıvandan Bakıya qaydanda bir çağırışına gecənin yarısında. Biz nə müqayisə aparıq Azər? Yox, niyə? Müqayisə deyil o. Müqayisə bir şey deyəcəm mən. Başqa şey deyəcəm. Bir çağırışına 10 minlərlə adam yatağından, isti yatağından durub prezident sarayının önünə getdi. Bəli. Ki, lider çağırdı. Bugün Əli Kərimli də deyir ki, mən də liderəm. İndi mən də deyirəm ki, lidersənsə bir düyməyə bas. Nə bilim, o qədər Heydər Əliyev üçün gedən qədər deyil. Onun %1-i qədər adam gəlsin sənin qapına. Yoxdur axı. Kim var ki? Yoxdur. Bax, diqqət eləyirəm Azərbaycan Xalq Cəbhəsi Partiyasının vitrinində. Kim var? Kim var vitrində? Heç kim yoxdur. Heç kim yoxdur. Yoxdur. Məni bağışlayasınız, bu ifadəni tamaşaçılardan da üzr istəyirəm artıq dərəcədə. Bu günləri Əli Kərimlini dəstəkləyən adamların önündə gedənlərdən biri sözün bütün mənalarında bir küçə qızıdır. Təhsilsiz, həyatı bərbad, əxlaqı şübhəli, yəni dərinə getmək istəmirəm də. Yəni bugün Əli Kərimli onun öhdəsinə qalıb deyək də, ona möhtac olub. Yəni siz demişkən bir vaxtlar axı bu adamın vitrini var idi. Bu adamın yox, Xalq Cəbhəsi Partiyasının vitrini var. Bəli, yəni bu da onun vitrini də bu dağıtdı da. Dağıtdı. Yəni bugün gör kimin bu ölkədə ən böyük diktator Əli Kərimlidir. Bax, ona görə də mən həmişə deyirəm, xalqdan güc almayan nəticədə bugünə qalmalıydı. Sən xalqla hesablaşacaqsan. Sənin İlham Əliyevlə rəqabətin varsa, siyasi rəqabətin, buna heç kim heç nə demir. Amma sən durub bunu dövlətə qarşı bir rəqabətə çevirirsənsə, bu xalq çörəyi qulağına yemir axı. İnsanlar durub sənin arxanca gəlməyəcək. İstər-istəməz bizim millətimiz düşünən millətdir. Savadlı millətdir. Mən bunu qərbdə, xüsusən də xarici ölkələrdə olanda dəfələrlə demişəm ki, Azərbaycan xalqı düşünməyi bacaran xalqdır. Bizə tutaq ki, kimsə nəsə təklif eləyəndə, biz əvvəl düşünürük ki, hələ bir baxaq görə bu nə deyir, niyə deyir? Niyəsini sorğuluyuruq biz. Elə toplumlar var ki, sorğulamır. Və məsələn, Gürcüstanın özündə bu saat baş verən proseslər. Yeri gəlmişkən son günlər baxıram ki, etiraz aksiyası keçirirlər İslamlaşdırmaya, türkləşdirməyə, ərəbləşdirməyə qarşı.
Bilməm bu hardan çıxdı orada Gürcüstanda nə prosesdir. Anlamırıq. Nəysə özləri bilərlər, öz işləridir. Yəni Azərbaycanda cəmiyyətdə sorğulama var. İnsanımız sorğulaya bilir. La belə hakimiyyət də bir şey deyəndə yoxdur, bir çağırış eləyəndə. Adamlar sorğuluyur. Deyir, niyə? Bəli. Hardan çıxdı? Məsələn, İlham Əliyev tutaq ki, çıxır deyir ki, millət, biz torpağımızı işğaldan azad etməliyik. Buna sorğu yoxdur. Niyə? Çünki hamı deyir ki, işğaldan azad etməliyik. Evet. Amma sən Əli Kərimli bir şey deyirsən, adam sorğuluyor. Adam sənə deyir ki, tutaq ki, sən İlham Əliyevin rəqibisən də güya öz ağlınca. Hər şey rəqib olacaq, halın yoxdur. Yəni adam deyir ki, başa düşdük. Korrupsiya deyirsən, yeri gəlmişkən İlham Əliyev özü tutur da korrupsiyanerləri. Sən niyə deyirsən ki? Sən deməsən güya bu İlham Əliyev bu işlərlə məşğul deyil ki. Ondan savayı hüquq pozuntuları, yapın içindəki nə qədər adamlar həbs olunub? Hüquq pozuntularına görə, bəd əməllərinə görə. Nə qədər nazirlər, Yəni, başçıları, təkcə səni tutmur, bu günləri Azərbaycanın hüquq mühafizə orqanları. Sən də cinayətkarda onu tutur. Sən də qanun pozursan, tutulursan, hakimiyyətin öz içindəki vəzifəli şəxslər də qanun pozur, tutulur. O boyda Ramiz Mehdiyevə qarşı vətənə xəyanət maddəsi ilə iş açılır. Bəli. Yəni, görürsənmi, burada ayırmırlar, bu müxalifətdir, bu iqtidardır, bu bizimkidir, bu özgəninkidir. Hamı ilə bağlı qanun qanundur, dövlət dövlətdir. Yəni, sözümün canı odur ki, bizim cəmiyyət savadlı cəmiyyətdir. Bax, ona görə də bu günləri Əli Kərimli kimi adam saxlanılır, içəri alınır və 10 nəfər adam gedib onun qapısında gözləmir ki, bunu niyə tutdular, niyə saxladılar. Çünki hamı deyir ki, biz başa düşürük, araşdırma aparılacaq, istintaq, gələcək məhkəməyə çıxarılacaq, hər şey göz önündə olacaq, biz də baxacağıq, görəcəyik. Əgər hüquqları orada pozulsa məhkəmədə, onda biz vətəndaş deyəcək ki, və lap onun tərəfdarı olmayan vətəndaş deyəcək ki, qanunçuluq bərpa edilməlidir. Yoxsa belə sakitcə hamı qəbul edir ki, bu proses getməlidir. Niyə getməlidir? Ona görə ki, sən bu boyda ölkə suverenliyini bərpa edəndən sonra Moskvanın ətəyindən yapışmamalıydın. Tehranın ətəyindən yapışmamalıydın. Qərb özünü qərbpərəst göstərir, bu nicatı, nə bilim, şimalda, cənubda axtarmamalıydın. Bir yerə qədər. Ona görə insanlar onun arxasınca getmirlər. Düz də eləyirlər. Əlbəttə düz eləyirlər.